Layihələrimizdə tətbiq edə biləcəyimiz faydalı funksionallıqlardan biri də broadcasting, real-time data, yəni real zamanlı data izlənilməsi funksiyonallıqıdır. Buna misal olaraq real həyatdan nümunə gətirsək, WhatsApp proqramını göstərə bilərik. Biz WhatsApp vasitəsilə və yaxud digər chat applicationlar vasitəsilə qarşı tərəfə mesaj göndəririk. O isə heç nə etmədən, yəni səhifəni yeniləmədən və yaxud proqrama girmədən bildiriş əldə edə bilər. Bunlar hamısı real zamanda baş verir. Misal üçün bizim To-Do List app layihəsi üzərindən bu funksionallığı göstərəsi olsaq, layihəmizi iki fərqli brauzerdə açaq. Eyni hesabla daxil olmuşuq. Sol tərəfdəki brauzerdə hər hansı bir yeni datanı cədvəlimizə əlavə edək. Məsələn, yemək bişirmək datasını əlavə edirik. Bu zaman ekranımız update olundu sol tərəfdə, ancaq sağ tərəfdəki brauzerimizdə heç bir dəyişiklik yoxdur. Sadəcə ekranı yenilədikdən sonra bu data bizim ekranda görsənir. Bu real-time data yenilənməsi deyil, çünki biz layihəmizdə funksionallığı tətbiq etməmişik. Belə bir funksiyonallığın layihəmizdə tətbiq olunması üçün backend tərəfdə bir qədər çox iş görmək tələb olunur. Lakin Supabase bu imkanı bizə subscription xidməti vasitəsilə təklif edir. Supabase-dən subscription, yəni real time-ı aktivləşdirmək üçün biz cədvəl üzərindən düzəliş edərək Enable Real Time checkboxunu aktivləşdirməliyik. Bu hissədə qeyd olunub Broadcast changes on disabled authorized subscribers. Yəni cədvəldə olan hər hansı bir insert, delete, select əməliyyatlarından real vaxtlı xəbərdar olmaq üçün bu hissəni çek etmək lazımdır. Çek edirik və təsdiqləyirik öz layihəmizdə tətbiq etmək üçün. Tətbiq olundu, successfully updated to-dos. Bundan sonra isə layihə tərəfə keçməliyik. Layihəmizdə to-do content faylının altında bizim datalarımız list olaraq ekranda göstərilir və burada to-do list state'imiz də mövcuddur. Bunun üçün komponent ilk dəfə render olunarkən, yəni use effect metodundan istifadə edərək biz Supabase-ə müraciət etməliyik kod tərəfdə. Arrow function yaradırıq və bunun daxilində yeni bir constant yaradırıq. Constantın adına channel adını verək və Supabase channel metodunu çağıraq kanalımıza, cədvəlimizə uyğun bir listener adı verək. To-Dos listener. Daha sonra channelımızı çağıraq və on metodundan istifadə edək. Burada broadcast, postgres changes, present systems propertiləri, seçimləri mövcuddur. Bizə postgres changes, yəni cədvəldə dəyişikliklər lazımdır. Event olaraq biz bütün növ metodları qeyd edə bilərik. Amma insert'i göstərmək insert metodundan istifadə edək. Daha sonra schema hissəsinə public yazırıq və table hissəsinə cədvəlimizin adını qeyd edirik. Və channel on metodu son olaraq callback funksionu qəbul edir. Bunu təbii ki, obyektin içərisində yazmalıyıq. Arrow funksionu belə yazırıq və arrow function payload bizə geri dönüş edir və payload içərisində dəyişiklik olunmuş datalar bizə qayıdır. Və yeni bir constant yaradaq, new to do, yəni yeni əməliyyatımız və bu payload içərisindən new olaraq bizə qayıdacaq və type-ını isə to do item tipinə uyğun qeyd edək. State'imizi update edək. State'imizin əvvəlki vəziyyəti ilə yeni array yaradaq və yeni new to-do'nu da bu array'ə əlavə edək. Okay, channel on metodumuzu da qeyd elədik və subscription, yəni qoşulub qoşulmadığımızı öyrətməkdən ötürü subscribe metodundan istifadə edərək statusu alaq.
və konsola gedilək. Konsol log status bərabərdir statusa. Tamam, bu hissəni də bitirdik. Lakin isEffect komponentimiz render olunduqdan sonra channel yaradırıq və cədvəldəki insert əməliyyatlarına uyğun biz statusumuzu, state'imizi yeniləyirik. Lakin komponentdən çıxdıqda istəyirik ki, kanalımız açıq qalmasın. Bunun üçün Supabase-in remove channel metodundan istifadə edə bilərik və channelımızı bu hissəyə ötürürük. Kod tərəfdə işimiz yekunlaşdı. Supabase-in subscription-ın istifadə etmək üçün sadəcə bu kod strukturundan istifadə etmək lazımdır. İndi isə real olaraq hesabımızda yoxlayaq. Yeni bir sol tərəfdəki browserimizdə daha yeni bir əməliyyat əlavə edək. Məsələn, maşın sürmək əlavə edirik. Sol tərəfə əlavə olduğu kimi sağ tərəfdə də real data olaraq, real time olaraq UI-mız update olundu. Bir də yoxlayaq. Yenisini əlavə edək. Mahnıya qulaq asmaq. Mahnıya qulaq asmaq. Mahnıya qulaq asmaq. Hər tərəfə əlavə olundu. Bu artıq real time data update prinsiplərinə cavab verən bir application'dır və heç bir səhifəni yeniləmə lazım olmadan biz cədvəldəki dəyişiklikləri real zamanlı görə bilirik. Misal üçün, yemək bişirməni silək və başqa bir data əlavə edək. Oyun oynamaq. Əlavə edən kimi bu hissədə də öz əksini tapır. Bu funksionallıqdan istifadə etməklə biz chat tipli, real time yenilənən cədvəl tipli layihələri çox asanlıqla qura bilərik.